Salam, Bakı şəhəri Xətai rayonu 24 saylı məktəbinin fizika müəllimi Bağırova Aynurə. Bugünkü dərsimizin mövzusu cəryan şiddəti və onun ölçülməsidir. Siz artıq bilirsiniz ki, elektrik cəryanı müxtəlif təsirləri ilə aşkar olunur. Məsələn, elektrik cəryanı keçən naqil qızır. Cəryan keçən naqil özünü maqnit kimi aparır. Məhlullardan elektrik cəryanı keçərkən elektrodlar üzərində maddə toplanır. Cəryanın təsir dərəcəsi qüvvətli və ya zəif ola bilər. Təcrübələr göstərir ki, cəryanın təsiri dövrədən vahid zamanda keçən yükün miqdarından asılıdır. Bilirsiniz ki, sərbəst yüklü zərrəcik, məsələn, metalda elektronlar elektrik dövrəsində hərəkət edən zaman yükün yerdəyişməsi baş verir. Dövrə hissəsinin bir ucundan o biri ucuna nə qədər çox zərrəcik keçərsə, həmin zərrəciklərin köçürdüyü ümumi yük də bir o qədər çox olar. Naqilin en kəsiyindən 1 saniyədə keçən elektrik yükü dövrədəki cəryan şiddətini təyin edir. Cəryan şiddəti terminini şiddətli cəryan kimi başa düşmək olar. Şiddətli cəryan nədir? Zəif cəryan nədir? Şiddətli cəryan 1 saniyədə dövrədən çox miqdarda elektrik yükünün keçməsidir. Zəif cəryan 1 saniyədə dövrədən az miqdarda elektrik yükünün keçməsidir. Onda deyə bilərik ki, cəryanın müxtəlif təsirlərinin intensivliyi cəryan şiddətindən asılıdır. Dövrədə cəryan şiddəti böyük olduqda, onun təsiri daha intensiv olur. Naqil daha şiddətli qızır, cəryanın kimyəvi təsiri zamanı elektrodlar üzərində daha çox maddə toplanılır. Cəryanın maqnit təsiri daha güclü olur. Cəryan şiddəti fiziki kəmiyyətdir. Vahid zamanda naqilin en kəsiyindən keçən elektrik yükünün miqdarını təyin edir. İ hərfi ilə işarə olunur. Cəryan şiddətinə belə tərif vermək olar. Cəryan şiddəti ədədi qiymətcə naqilin en kəsiyindən 1 saniyədə keçən elektrik yükünün miqdarına bərabər olan skalyar fiziki kəmiyyətdir. Düsturu I bərabərdir Q bölünsün T. Burada I cəryan şiddəti, Q naqilin en kəsiyindən keçən elektrik yükünün miqdarı, T yükün keçməsinə sərf olunan zamandır. Cəryan şiddətinin ölçü vahidi onun düsturuna əsasən müəyyənləşdirilir. Modulda I bərabərdir, modulda Q bölünsün modulda T. Yükün vahidi 1 kulon, zamanın vahidi 1 saniyədirsə, cəryan şiddətinin vahidi 1 kulon bölünsün saniyə qəbul edilir. Buna isə amperin şərəfinə 1 amper deyilir. Beləliklə, cəryan şiddətinin beynəlxalq sistemdə vahidi 1 amperdir. 1 amperə belə tərif vermək olar. 1 amper elə cəryan şiddətidir ki, bu cəryan vakuumda aralarındakı məsafə 1 metr olan 2 paralel, sonsuz uzun naqillərdən keçdikdə, onların hər bir parçası 2/10⁻⁷ Newton qüvvə ilə qarşılıqlı təsirdə olur. Qeyd etdiyim kimi, cəryan şiddətinin vahidi fransız alimi André Amperin şərəfinə adlandırılmışdır. André Marie Amper, fransız alimi. Elektrik və maqnetizm təliminin balinlərindən biridir. Cəryanlı naqillərin qarşılıqlı təsir qanununu, Amper qanununu müəyyənləşdirmiş, cəryanlı naqilin maqnit təsirinin tətbiqlərinə aid müxtəlif cihazlar hazırlanmışdır. Cəryan şiddətinin vahidi olan amper beynəlxalq sistemdə əsas vahidlərdən biridir. Praktikada cəryan şiddəti vahidinin hissə və misillərindən də istifadə olunur. Məsələn, 1 milli amper 10⁻³ amperdir. 1 mikro amper 10⁻6 amperdir. 1 kilo amper 10⁻³ amperdir. İndi isə dövrədə cəryan şiddətinin ölçülməsindən danışaq. Cəryan şiddəti ampermetr adlanan cihazla ölçülür. Fizika kabinetində 2 növ ampermetrdən istifadə olunur. Laboratoriya ampermetri və nümayiş ampermetri. Ampermetrin şkalasında A hərfi olur. Sxemlərdə o, içərisində A hərfi olan dairə ilə işarə edilir. Elektrik işlədicilərində, məsələn lampada, cəryan şiddətini ölçmək üçün ampermetr bu işlədiciyə ardıcıl birləşdirilir. Bu zaman həm işlədicidən, həm də ampermetrdən eyni cəryan keçir. Burada diqqət yetiriləsi məqam var. Ampermetr dövrəyə qoşularkən diqqət etmək lazımdır ki, onun müsbət sıxacı cəryan mənbəyinin müsbət qütbü tərəfə, mənfi sıxacı isə mənfi qütbü tərəfə birləşdirilsin. Əks halda cihazın əqrəbi geriyə hərəkət etməyə çalışır və ampermetr xarab ola bilər. Cəryan şiddətini ölçdükdə ampermetri ardıcıl birləşdirilmiş naqillərdən ibarət olan dövrənin istənilən yerinə qoşmaq olar.
Çünki belə dövrənin bütün nöqtələrində cəryan şiddəti eynidir. Biz dövrəyə bir lampadan əvvəl, o birisi isə lampadan sonra olmaqla 2 ampermetr qoşsaq, onların hər ikisi eyni cəryan şiddəti göstərəcək. Beləliklə, biz bugün cəryanın təsir dərəcəsini müəyyən edən fiziki kəmiyyət, cəryan şiddətindən danışdıq. Cəryan şiddəti vahid zamanda naqilin en kəsiyindən keçən yükün miqdarını təyin edir. Cəryan şiddəti dövrədə ampermetr adlanan cihazla ölçülür. Dərsimiz sona çatdı. Sağ olun.